Salam, hər kəs salamlayıram. Hər vaxtınız xeyir olsun. Necəsiz? Mən soruşsaz şükür yaxşıyam. Səhər durmuşam. Dedim səhər yeməyi yeyim. Çünki sonra çox işim var. Bugün bütün günü işim çoxdur. Ev təmizliyi, yemək hazırlamalıyam. Bir çox işim var. Belə yemək də, səhər yeməyi də ki, çox yüngül bir şey elədim. Tosterdə çörək qızartdım, kapuçino hazırladım özümə. Biraz pendir, qızarmış çörək və kapuçino. Yəni tez, yüngül bir şey. Yeməyimi yedikdən sonra başladım işlərimə. Çünki yəni səhərkən işlərimə başladım ki, axşama qədər işlərimi çatdırım. Çünki yemək də hazırlamalıydım, bir çox iş görməliydim, evi təmizləməliydim. Belə yəni, yenə də işgüzar bir gün.
toz soranladım, sildim, biraz toz aldım. Yəni belə bəzi işlərimi gördüm. İndi yarpaq dolması hazırlamaq istəyirəm. Ətə deməli çəkilmiş ətdir, mal ətidir, yəni dana ətidir. Quyruq çəkib vurmuşam, qoyun quyruğu. Duz, istiot, sarıkök, quru nanə, bolluca, şüyüd, bol şüyüd. Bir dəstə keşniş vurmuşam. Kəvərim olmadı. Əslində yarpaq dolmasına mən bol şüyüd, nanə, bir də kəvər. Bu üçlüyü ən çox istifadə edirəm. Kəvər olmayanda bol şüyüd, nanə, indi bir dəstə də belə də keşniş qatıram. Yəni keşniş vururam ətə. Belə kəvərlə də çox dadlı olur. Göy soğan da yaxşıdır. Yəni mən belə eləyirəm. Çünki Allah rəhmət eləsin, nənəm rəhmətli elə hazırlayardı yarpaq dolmasını. Çox dadlı yarpaq dolması hazırlayardı. Mən bunu yəni göy soğan da vurardı ətinə. Yəni kəvər, göy soğan, bol şüyüd, nanə. Belə çox ləzzətli, dadlı olurdu. İndi mən də belə yarpaq dolmamı hazırladım, bükdüm, qoydum bişməyə. İndi süfrə hazırlayıram. Salatımızı hazırlayaq. Tərəvəz salatı eləyirəm. Süfrəmi hazırlayım, yeməyimizi yeyək. Sonra yenə başqa işlərim var. Bugün badımcan salatı hazırlamaq istəyirəm. Dedim onu hazırlayayım. Sizin üçün də çəkim göstərim. Çox dadlı salatdır. Mən yayda həmişə bu salatdan hazırlayıram. Bəlkə bilənləriniz də var. Bəlkə sizlərdən də kimsə bu salatı hazırlayır. Yəni bilirsiniz bu salatı. Bizim xoşumuza gəlir. Çox dadlı salatdır. Bu salatın şortsunu da çəkmişəm. Dedim bəlkə şortsa baxmayanlar var. Ona görə vloga da qoydum bu salatı ki, yəni hamı görsün, izləyənlər bu salatı görsünlər. Bəlkə kimsə bəyənər, xoşuna gələr, hazırlamaq istəyər. Ona görə sizin üçün vloga qoydum o salatı. Biraz da reyhan kompotu hazırladım. Keçən vloglarda var reyhan kompotunu necə hazırlayıram. Ona görə onu detallı şəkildə çəkmədim. Mən yayda deməli reyhan kompotunu tez-tez hazırlayıram. Bitdikcə mən onu hazırlayıram. Çünki çox bəyənirik. Həm sağlıqlıdır, həm xeyirlidir, həm də çox dadlı olur. Sərin-sərin içməyə. Əslində eşidirəm, yəni görürsünüz ki, bir çox insanlar danışır ki, eyni tip vloqlardır, yəni ki, ev işləridir, təmizlikdir, bunu hamı bilir. Yəni ki, bu işləri çəkməyin nə mənası var? Hətta belə bir görürsünüz ki, eşidirik və deyənlər olur. Amma mən deyərdim ki, bu vloqların əslində çox xeyri var. Birincisi ona görə ki, insan, məsəl üçün, hamımız insanıq, biz robot deyilik. Hətta robot belə çox işləyəndə qırılıb, sına bilir, xarab ola bilir. Biz insanıq və yorula bilirik. Gündəlik eyni işlərdən bezə bilirik, yəni istəmirik. Yorğun oluruq, həvəsimiz olmur hansısa bir işi durub görək. Elə olur ki, 2-3 gün insanda o həvəs, o enerji olmur ki, evində hansısa bir işi görsün. Yəni insanıq da bu normaldır. Amma belə vloqlara baxanda həm necə deyərlər, başımız qarışır, bizə xoş olur, yeni şeylər, yeni işlər görürük. Yeni nəsə özümüz üçün öyrənirik. Mən özüm də vloq çəkməmişdən əvvəl çox vloqlara baxırdım. Hardansa nəsə, yəni öyrəndiyim olurdu. Yeni nəsə bilmədiyini öyrənirsən. Yəni insan həmişə öyrənir. Bu çox gözəl bir şeydir. Bir də ki, enerji gəlir sənə. Baxırsan vloqa, orada iş görür. Məsələn, bir xanım iş görür, evini yığışdırır, təmizlik işləri edir, yeməklər hazırlayır.
Və sən də o an motivasiya olursan, enerji alırsan. İstəyirsən ki, sən də evini yığışdırasan, yaxşı-yaxşı, gözəl-gözəl yeməklər hazırlayasan, ailəvi sevindirəsən. Yəni ki, bir növ motivasiya, bir sözlə insana enerji gəlir. Yəni bu çox gözəl bir şeydir. Məncə bunun heç kəsə heç bir ziyanı yoxdur. Mən deyərdim ki, hətta xeyri də var. Mən belə düşünürəm. İndi bilmirəm, qızlar, siz necə düşünürsünüz? Öz fikirlərinizi rəylərdə yaza bilərsiniz. Mən dolmamı bişirmişdim. Qalan yarpaqdan da yarpaq almışdıq, təzə yarpaq. Ondan dolma pükdüm. Qalan yarpağı da gördüyünüz kimi 2 banka yarpaq bağladım qış üçün. Mən yarpağı belə bağlayıram. İndi bilmirəm, hərə bir cür bağlayır. Mən belə bağlayıram. İndi o sizə dediyim salatı sizin üçün çəkmişəm. Vloga yəni qoydum ki, bu çəkilişi, yəni shortsda baxmayanlar vlogda baxıb bəlkə bu salatdan hazırlamaq istəyərlər, bəyənərlər. Onun üçün sizin üçün də çəkdim. Belə qızlar, indi salatımı hazırlayıram. Bu salat badımcanları gördüyünüz kimi duzla acısını çıxardıram və sonra onları dilim şəklində qızardıram. Salfetin üstünə yığıram, yağını çəksin. Belə sadə salatdır, amma çox dadlıdır. Pomidorları da gördüyünüz kimi içini çıxartdım. Üst hissəsini salonka şəklində, yəni uzun-uzun doğradım. Keşniş vururam. Keşnişi doğrayıb əlavə elədim. Bir diş sarımsaq. Sarımsaq da zövqə baxır. Bəzisi çox xoş duyur, bəzi insanlar az sevir sarımsağı və yaxud heç sevmir. Amma bu salata sarımsaq çox yaraşır. Toyuğun sinə ətidir. Qaynatmışdım duzlu suda. Onu da əlimlə didmişəm. Ona əti, deməli toyuq ətini əlavə etdim. Sonra badımcanları yenə bax elə toyuq ətini didən kimi əlimdə didib, yəni yığıram, doğramıram, salata əlavə edirəm. Duzunu, istiotunu və mayonez. Bu qədər. Yəni sadə və çox dadlı salatdır. Belə istəsəz siz də hazırlayıb dadına baxa bilərsiniz. Yəni bilməyənlər, bu salatı yəni bilməyənlər məncə sınasalar heç də peşman olmazlar. Çox qəşəng, dadlı, görünüşü də gözəldir, dadı da möhtəşəmdir. Yəni biz çox sevirik bu salatı. Necə bəyəndiniz qızlar bu salatı? Məncə gözəl alındı. Siz də hazırlayın, sınayın. Məncə xoşunuza gələcək. Yeni bir gündən salamlayıram sizi qızlar. Hər kəsi salamlayıram, bütün izləyicilərimi. Hər vaxtınız xeyir olsun. Mən yəni səhərdir durmuşam. Özüm üçün kofe dəmlədim. Kofemi içim. Hazırlaşacağım. Demək bugün axşamüstü şəhərə çıxmalıyıq. Yenə də bacımgillə biz bir yerdə həmişə çıxırıq şəhərə. Yəni uşaqlar, bacımın nəvələri var. Yəni nəvələri, qızı və bacım özü. Mən də onlara qoşuluram. Biz bir yerdə gedib biraz vaxt keçirdəcəyik. Şəhərdə gəzib vaxtımızı keçirdəcəyik. Yəni bir növ biraz istirahət edəcəyik. Uşaqları da gəzdirəcəyik. Onu da sizin üçün çox az bir şey çəkib göstərərəm. Məncə sizin daha çox ev vlogu xoşunuza gəlir. Mən belə nəsə hiss etdim. Ona görə də şəhərdən elə bir çox şey çəkməyəcəm. Bir-iki nəsə bir, necə deyim, çəkərəm, nəsə bir şey çəkərəm. Onu da vloga yerləşdirərəm sizin üçün.
Qızlar, deməli şəhərdəyik. Funikulora minmişik. Funikulorla Dağüstü Parka qalxırıq. Orada biraz gəzəcəyik. Biraz sizin üçün buralardan bir-iki şey çəkmişəm. Başqa yəni çox çəkmədim. İstəmədim sizi bezdirim. Belə yəni. Funikulor mənim üçün o qədər doğma əzizdir ki, uşaqlığımda o qədər gəlib gətirərdilər məni. Bu funikulorla Dağüstü Parka çıxardıq. Məktəb illərində də sinif yoldaşlarımızla, müəllimələrimizlə çox gəlib gəzmişik. Yəni funikulora minəndə o xatirələr gözümün önündə canlanır. O qədər xoşdur ki, həm insan biraz darıxır o illər üçün, həm xoşdur. Çox insana belə qəribə bir his yaradır insanda. Həm darıxırsan, biraz qəmlənirsən, həm də geriyə baxanda xoş olur ki, belə gözəl günlər olub. Və burada qızlar sizinlə sağollaşıram. Gələn yeni vloqlarda, yeni videolarda görüşərik. Sağlıqla qalın. Özünüzə yaxşı baxın. Videom əgər xoşunuza gəldisə, bəyənməyi unutmayın. Yeni qoşulanlara da deyirəm ki, əgər videom xoşlarına gəlibsə, abunə olmağı və videonu bəyənməyi unutmasınlar. Hələlik. Əzizim baxdı yarım, baxtımın taxtı yarım. Əzizim baxdı yarım, baxtımın taxtı yarım. Üzündə göz izi var, sənə kim baxdı yarım. Üzündə göz izi var, sənə kim baxdı yarım. Baxdı, baxdı, sənə kim baxdı yarım. Baxdı, baxdı, sənə kim baxdı yarım. Əzizim baxdı yarım, baxtımın taxtı yarım. Əzizim baxdı yarım, baxtımın taxtı yarım. Üzündə göz izi var, sənə kim baxdı yarım.
Üzünde göz izi var, sana kim baktı yarım? Baktı, baktı, sana kim baktı yarım? Baktı, baktı, sana kim baktı yarım?